Kamil qəhrəman. İsa Məsih kamil qəhrəman idi. Mən ingilis təbliğçi və onun oğlu haqqındakı hekayəni sizə danışmaq istəyirəm. Bu həqiqətən də baş vermiş hadisədir. Hər bazar günü səhər təbliğçi oğlu ilə birgə öz kiçik məbədinə gəlirdi. Məbəddə bir nəfər olsa da, o öz xidmətini davam etdirirdi. Girişdə iyanə üçün qutu var idi. O hər dəfə oradan keçəndə qutuya qəpiklər atırdı. Ondan başqa heç kəs məbədə iyanə vermirdi. Xidmətdən sonra ata qutuya atdığı pulları geri götürürdü. Bir gün oğlanın ağlına gözəl bir fikir gəldi. O dedi: "Ata, əgər sən qutuya çox pul atsan, çox da götürəcəksən. Sən haqlısan, amma bu asan deyil" deyə ata cavab verdi. İşimizə həqiqətən də böyük imanla yanaşmaq asan deyil. Bəlkə də öz borcumuzu səylə yerinə yetiririk. Amma daha böyük risk etmək və güc sərf etmək istəmirik. Ola bilsin ki, öz həyatımızı kəlamdakı hər hansı iman qəhrəmanının, yaxud müasir məsihçi liderinin həyatına bənzədirik. Biz onlardan nümunə götürməyə çalışırıq. Bu çox yaxşıdır. Gəlin Həvari Paulun məsləhətini bir daha xatırlayaq. Onun Məsihdən nümunə götürdüyü kimi, biz də ondan nümunə götürək. Lakin burada hər şeydə Paula oxşamalı olduğumuz vurğulanmır. Həvari, İsa Məsihin kamil obrazını bizə göstərir. Bizdən öndə gedənlər Məsihin ardınca getməkdə bizə kömək edə bilərlər. Biz isə onlardan daha irəli getməyə çalışmalıyıq. Əsas qəhrəmanımız İsa Məsih olmalıdır. Biz onun ardınca getməli, ona bənzəməli və itayət etməliyik. Onu bütün qəlbimiz, bütün ağlımız və bütün gücümüzlə sevməliyik. İndi və gələcəkdə malik olacağımız hər şey ona məxsus olmalıdır. Əhd-i Ətiq və Əhd-i Cədiddə məlum olan qəhrəmanlar içərisində ilk məbəd təsis olunandan bu günə qədər İsa Məsihdən daha böyüyü yoxdur. Buna görə də məsihçi qəhrəmanlığı hər şeydə İsa Məsihə bənzəməkdir. Markın müjdəsinin ilk fəsli İsa Məsihə bənzəməyin nə demək olduğuna aydınlıq gətirir. Xasiyyətin dəyişilməsi. Mark öz müjdəsində yazır ki, İsa səhər erkən oyanıb duaya gedəndə Şimon və onun yanındakılar İsa'nın ardına düşdülər. Onu tapıb dedilər: "Hamı səni axtarır." Mark 1-ci fəsil 36-37-ci ayələr. Bəs sizi kimsə axtarıbmı? Kimsə sizi tapmaq üçün uzun yol qət edibmi? İnsanlar sizi bu vəzifəyə təyin etdiyinə görə cəmiyyətin ağsaqqalı və lideri olmaq olmaz. İnsanlar sizə öz problemləri ilə müraciət edərkən siz artıq ağsaqqala çevrilirsiniz. Yalnız şəxsi xidmətinizə başladığınız zaman təyin olunduğunuz mövqeyi rəsmiləşdirə bilərlər. Bu məhz belə olmalıdır. Vəzifəniz sizi lider etmir. Allahın məhəbbətinə ehtiyac duyan insanlar üçün ağsaqqal və ya məsləhətçi, böyük qardaş və ya bacı olduğunuzu sizin şəxsi həyatınız, xasiyyətiniz və ruhani ənamlardan necə istifadə etməyiniz təyin edir. İsa Məsih Lazarı diriltməklə öz qüdrətini göstərdi. Yahya 11-ci fəsil.
Müjdənin növbəti fəsillərinə baxdıqda, Lazarı görməyə çoxlu insanın gəldiyini müşahidə edirik. Ardınca müqəddəs yazıda yazılır. Onda başçı kahinlər öz aralarında Lazarı da öldürməyə qərar aldılar. Çünki Lazara görə çoxlu Yahudi gedib İsa'ya iman edirdi. Yahya 12-ci fəsil 10-cu 11-ci ayələr. Allah bizim vasitəmizlə böyük işlər görəndə, ətrafımızdakı əksər insanlar ona iman etməyə başlayır. Xasiyyətimizin dəyişməsi nəticəsində bu gücə sahib oluruq. İlahi qüvvə Allaha məxsusdur. O, İsa Məsihin ardınca dəqiqliklə getməyimizin nəticəsində yaranır.